Çevreye bakaq. Deməli, demişdik, mega girişinə baxacaq, düzdür? Oradan demişdiniz. Deməli, mega giriş açdıq. Çevre 241. Çevrədən haralara baxacaq müəllimlər? Təxminən haradan başlayaq baxmağa? Nə çat yedim baxım. İlk tipli suallara baxaq da mənim. Baxaq deməli, bunlar hamısı ilə müktifi demiyorlar ki. Nəyə baxaq? Mesela haradan başlayaq? Mesela bu, bax bunu deyin görüm bunu mən. Asanlı mı deyin? Birisi asan, bilmesi yox. Yoxsa yazaq. Ha? Deyək, yoxsa yazaq. Bunu, Hı. deyin görüm. Şifahi kimi də bu 90 dərəcə olur əslində. Aa, Onun işte o. Birisi asandır. Haber. Burada 90 olur Vesselam, düzdür? Onu birisi Vesselam yerdə qalan asandır. İndi gəlin baxaq. Yaxşı, 110'u yazın görüm. Gözləyirəm. Cavab yazın. Bizden soruşan APS'ydi bunu. Çekilmeli olana bak. Hardan çəkəcəyik? Hardan nə çəkək? Mərkəzlərindən keçirdiyi bilinmir müəllimə, yox. Mərkəzdən keçmir. Daha doğrusu mərkəzdən keçdiyini bilmirik. Yaxşı. İndi baxın müəllimə, baxın nə qayacağıq. Bu ortaq toxunma nöqtəsidir. Ortaq toxunma nöqtəsində bir dənə toxunun çəkəcəyik. Təbii ki, indi şəkli belədir, biri durmalıdır burada. Düzdür? İndi baxırıq. Baxın, tutaq ki, P nöqtəsindən böyük çevrəyə çəkilən toxunumlar bir-birinə bərabərdir. Bunlar bir-birinə bərabərdir. Üçü də bir-birinə bərabərdir. Düzdür, bilirsiniz. Onda tutaq ki, mən buraya ayasam alfa. Onda burada olacaq alfa. Onda bura olsa beta, burada olacaq beta. Düzdür? İndi bizə deyir ki, A, B, C
150'dir. Yəni alfa üstə gəlib beta 150'dir. Yəni bax bura. 2 versi bura. 150'dir. İndi buna 150 olduğunu biləndən sonra baxıram belə. Dört bucaqlının daxil bucaqların cəmi yüzdəsi olmalı deyil. Üzr sayın 360 olmalı deyil. Bax, baxıram böyük dört bucaqlıya. Bax, fikir, çərçivəyə alıram. Bax, bu dört bucaqlıya baxıram. Daxil bucaqların cəmi olmalıdır 360. Daxil bucağın biri alfadır. Biri betadır. Biri alfa üstə gəl betadır. Bir də bizim axtardığımız x-dir. Bərabər olmalıdır 360'a. Alfa üstə gəl betanın 150 olduğunu nəzərə alsaq, bu olacaq 300. Üstə gəl x bərabər 360. X olacaq 60. Deməli, bura olmalıdır 60. Deməli, 2 dənə toxunan varsa, üçüncündə biz çəkirik. Düzdür müəllimlər? Məsələn, 111 hardan çəkəcəyik? Amma görünmür orası. Görünürmü? Yox, görünür deyil. Diametri AB olan yarım çevrədə D-si bərabərdir CB. Bəli. Görünür. Yazın görün. Hardan çəkəcəyik? AB diametri laf nöqtəni mən qeyd edim buradan. O nöqtəsidir. PCB. PCB yüzdür. PBC'ni soruşur bizdən X. Buradan isə çəkəcəyik mi, yoxsa çəkməyəcəyik? Yüz on bir də təklif mənimdir. AC-ni birləşdiririk. Yazın görməyəlim siz. AC-ni birləşdirməyə ihtiyac var mı? Bir ipucu verin mənim. Adi qövsünü tapın öncə. Adi qövsünü tapın. B'den D'ye çəkək mi? B'den D'ye çəksək, X bölünəcək. Peki çəkməyək. Öncə bir AD'ni tapaq gedib, peki daha rahat tapacaq elə. AD qövsünü tapaq. B yazan var, D yazan var, baxaq. D ilə B-ni birləşdirəcəyik. Orada bərabər yanlı üçbucaq alınır. Hı -hı. Sonra? Yox, məncə yox, elə getməyin. Qızlar, AD qövsünü tapaq. AD qövsünü tapandan sonra yerdə qalan asandır. AD-ni tapırıq nə qədərdir? Gəlin istiqamət yerində isə. Bura 100-dürsə, söykəndiyi qövsünü neçə olmalıdır? 200 olmalıdır. Yarım çevrə 180-dir. Düzdür. Onda AD də 20-dir. Düzdür. Razısınız məndən? İndi gəlin buradan baxaq. Bura yarım çevrə bütöv neçə olmalıdır? 180 olmalıdır. Bir də Yox, deyin daha müəllimə, onu başa düşmədim. Baxın müəllimi. Adi qövsünü tapmaq istəyirəm. Baxın, fikir verin. Öncə bax bu bucağa baxırıq. Bax bu bucağa. Daxil çəkilmiş bucaqdır. Hə, tamamlayanda bir. Bura 100 olduğuna görə söykəndiyi qövs toplamı bir yerdə hamısı olmalıdır. 200. Düzdür? Çevrəni tamamlasaq. Bəli, 180-dan çıxır 20. Bəli, bura 180 olduğuna görə bura qalacaq 20. Daha sonra baxırıq belə. Axı bura bütöv olmalıdır 180. 180-dən çıxıram 20-nin neçə qalır qızlar?
160. 160 da bölüm 2 yerə. Niyə bölüm 2 yerə? Çünki bu 70. vətərlər nədir? Bərabərsiz sögənlik qövslər də bərabərdir. 70, 70. Cavab da 20. Ay, sağ ol. Soruşur bizdən nəyi? X-i soruşur, baxın. X-in sögənlik qövsə baxaq. X-in qollarını çəkelim, bax fikir verin. Belə, bir də belə fikirirsiniz. Deməli, X-in sögənlik qövs bax budur. Toplam neçədir? 70 ilə 20-nin cəmi, yəni 90. Onda X neçədir? 45. Yazan vardı kimsə? Yox, yazan. Hə, yazmışdı ben. AC-ni birləşdirsək, müəllimlərdə bir yazma anın C-ni birləşdirsək. Məncə ona ehtiyac yoxdur. Çox bölünür onda, xırtalmaq ehtiyac yoxdur. Bu qəşəngidir. Düzdür? Lazım olan neyirik? Çevrəni tam bir düşünürük. Oradan istifadə edirik. Baxaq, bu sadədir. Buna baxaq, 113. CD abiyə paraleldir. Gözləyirəm. Nuray mənim, sonra baxarsın canım. Öncə buna baxın. Yo, mən sizə demirdim. Sadəcə öz yazdığıma baxmaq üçün yazdım ki, yəni bir də baxım görüm harda səhv eləmirəm. Hə, bilirəm mənimə. Bilirəm, yəni ki, yəni sonra baxarsınız, vaxt getirin. 113. Onun en azından yolunu bildikdən sonra qayıdıb baxarsınız istədiyiniz vaxt. Buna baxaq, bu biraz mürəkkəb məsələyə yoxşuyur. Dəqiq bilmirəm, amma təxminən deyirəm. Neçə gündür canlı aça bilmirəm. O deyir, uzaq olsun, niyyət eləmə. Uzaq olsun, niyyət edirəm, Allah'a deyə bir ki, neysə. Neçə gündür planlaşdıram, anlara bilmirəm. Nəsə olur illa ki, nəsə olur. Allah xeyirləsin. Oradan nə çəkik? Mən radiusu tapdım. Yox. Radiusu tapdım da. Radius tapa bilərik, bəli. Sonrasında baxıram görüm neyiniyim. Yedini soruşdu bizdən, yedini. Mərkəzlə birini birləşdirək. Radiusu tapaq oradan. Mərkəzimizi tapdıq. Tap ki, mərkəzimiz Hə, buradadır. 10 radiusudur. 6 da bir digər kateti düzbucaqlı üçbucaq alınır da. Belə Bura bir trapez. radius. Belə çəkək, elə deyirsiniz. Bura 10 Bəli. olsun, elə mi? Tap ki, Aha. buradan belə çəkdim. O da 6. Bura 6'dır. Bura 8'dir. Hı -hı. Devam. 7'ni istəyir. Bura 10'dursa, O birisi hissədə 6 qalır. bura F-lə 6 olsun. mərkəz. Yaxşı, onda burada 6 olsun. 8, 6, 14. Vəssalam. Düzdür. Hara rahat oradan çəkmək lazımdır. Öyle değil mi Elmir? Alem katmışsınız. Eyviyorsanız sağ olsun. Gel bana bakalım 114. Bunların hamısı bu çevrə demək olar ki, hamısı da hardasa 100-dən sonra hamısı belə əksəriyyət demək olar ki.
Maraqlı misallardır. Yazın göreyim benimler. Keşke vaxt ola bunun hamısını bir baxaq. Amma mən bunun həllini eləmişəm, mənim istəsi göndərirəm sizə. Bunun həlli məndə var, göndərim sizə. Hə, bu kitabda çevirə bilməsi. Ümumiyyətlə bu kitab yaxşı kitabdır. Bir dənə funksiyalar məni qane eləmir. Qalan hamısı yaxşı kitab, bu mövzular. Müəllimə 100-dən sonranın izahlarıdır. 100-dən sonranın, yoxsa 90-dan sonranın isə bir suallar, izahları var məndə. Hə, göndərərsiniz zəhmət olmasın. Göndərelim, Baxarıq. hə, maraqlı gələn sualların izahına baxarsınız. Həqiqətən çətindir. Göndərirəm müəllimə, göndərirəm. Amma imtahan üçün sualların çoxu bu qədər çətin olmur da, normal olur. Amma yeni qurmağı bacarmaq lazımdır. Hardan neçəlik deyə düşünürük. Birinci adamın ağlına gəlməyə sonra görsən gəlir. A deyilən deyirsə 2-də 3-dür. A deyən deyirsə, hı. Oradan kosinuslarla tapmaq olar. Prosta elə nə hesablayım. Bir soruşu D yeni bunu. B-dən D-yə xətt çəkəndə Hı -hı. orada B, A, D bərabər tərəfli üçbucağı alınır. Hər tərəfi 60, 60, 60. Çalım iyi oldu. Hı. Bak. Aha, Bura 30 oldu, düzdür? bəli. Burada Digər 3 tərəflər, oldu. bəli. B ilə D 90, 90, A da 60 olduğuna görə B, Y, D-yə də 120 dərəcə qalır. B, Y, D-yə də 120 qaldı. Bura. Bəli, 120 qaldı. Bura Digər 30 30 daxil. olan digər 30 idi, onda bu da 30 oldu. Deməli, bunlar da Hı. özlərinə bərabər yanlı oldu. Hı -hı. Onda elə 3 var. İki tərəf x kvadratı, ortada dərəcə 120. Kosinusdan hesablamaq olar, amma hesablamağa başlamadım. Bax, mən sizə deyim, baxın. Müəllimə, Kosinus teoremi ilə Dərəcəyə görə getmək olar da. 120 sonra dərəcədə A kökü. kök altda 3-dür də. Oradan Bəli. da bax, onunla bərabər yanlış bucaqda A-dırsa 120 dərəcədə bura A kök neçə A üçdür. kök 3 olur. Kök Bəli. üç, hə. Hə, elə də. Bəli. Yəni bura x kök 3'dür. Onda x Bəli. dənə deyil, kök 3'dür. Bəli. Geçink. Başqa cürdə gedə bilərsə, bir də gedə bilərsə, geçink. Müəllimə, Sonra bunun getmək düz olar bucaqlı müəllimə. Necə müəllimə? Sinuslar teoremindən getmək olar. R də vardı. Bunu mu? Mən bu düz bucaqlı üç bucağı tamamladım. Bilmədim, düz elədim, səhv elədim, çəkdim axıra qədər İşinizi diametrləri. yarıyorsa, yaxşıdır. Yaramırsa, niyə siz ki? Bax, bu qəşəng üsuldur. Amma təkcə bu yol deyil, başqa yol. Yəqin ki, başqa yol da var. Ən sadə yol nədir? Məncə Ən ən sadə sadə yolu nə olar? Bu sadə idi də qəşəng yoluydu. Hmm. Başqa nə etmək olar? Mən fikirləşdim ki, sinuslarla getmək olar. Görə. Birə, Eyni ot seçəndən sonra bura erimiz 120, bura 30, bura 30, Hı -hı. bura 30, elə mi? Bura 3, belə deyirsiniz mənimə. Məsələn, deyirəm x sinus 30-a nisbəti bərabərdir 2R. X-in 30'a, 3'ün Amma alınmadı. sinüs 120'ye. Niye? X'in sinüs 30'a, yani 2'de 1'e. Hı -hı. 3'ün sinüs 120'ye. Sinüs 120'de kök 3 bölü 2 değil mi benimle? Bərabərdir. Hə, 2R də Bunlar yazmaq olar və ya gedir. Kök 3'ü de kök 3'e bölünde kök 3 düşüyor da. Yeni şey. elə belə yazırdım mən. Prosta çatmadım, hə. Olar Ha, demək. siz de kişi gelmişsiniz. Düzdür. Yani ki başka yolda var. Mümkündür. Bakak sonra. Ama sade yoldu bu da. Başka niter bakın. Bu da ondan değil. Benziyor. Buna bakak.
Həndəsə məsələlərində, xüsusilə çevrədə yollar alternativ məsələlərin çoxunda, hamısında yox. Çoxunda alternativ yollar olur müəllimlər. Bura 8'dir, bura 4. Yaxşı yazın. Bura 8'dir, bura 4. Mənim yazdığım da olaraq şur. Burada bir toxunan var. Bir Naşir müəllimə cavab gəlir. Qalan yoxdur. Niyə? Yazdım müəllim mən də. Deyə bəndə. Hı. Deyim necə getdim? Yox. Bu birlərinə baxaq. Düz deyək elə birlərini. Toxunan xəstəsini istifadə edəcəksiniz müəllimlər. Ne gec gəlir qızlar cavabı. Çox bu qədər gec olursa deməli yaza bilmirik də. Bir də çox İzah gec edin olmamalıdır. Alınmadı. Hı. İstəyirsiniz. Nə Müəllim, tələmişdik? Müəllimə nə tələmişdik? Mən birinci B-lə AB-ni tapdım. Bəli, neçə oldu? Hı, 4 kök 5. Kök 80 aldım. Ha 4 kök 5 yəni kök 80 aldım. Olsun. Sonra On onun kvadratı. kvadratı bərabərdir AC vurulmuş AD. Yəni 4 vurulsun 4 üstəgəl x bərabərdir 80-ə. 5'i nə qədər oldu? 16 oldu. Bura qədər gəldi. 16. 16. Ora düz bucaqlıdırsa deməli diametr olacaq DB. Ay sağ ol, bəli. Oradan da eri tapdım. Oldu 4 Bak kök oradan 5. burada 8 kök 5. Bəli. Erdə 4 kök. Bura Bu qədər gəlmişəm. diametrdir. Burada Yarısı dayandım. olacaq 4 kök 5. Aferin. Bildim. Bura qədər gəldim, dayandım. 90'ı diqqət eləməmisiniz yəqin. Ama Doksan- burada 90 olduğuna göre burada Bəli. 90 daxil çəkilmiş bucaq fikir verirsiniz. Təpə nöqtəsi çevrənin üstündədir. Onda qarşısındakı tərəf hökmən nədir? Diametrdir. mən bilsiz necə getdim bunu. Başqa qintə gedə bilərsiniz. Mən D ilə B-ni birləşdirdim. Orada Belə. düzbucaqlı h kvadratı bərabərdir Bəli. m-lə getdim. 16-nı Hı. tapdım. 16 Hı. kvadrat ilə 8-in kvadratını toplayıb hesab səhv eləmişəm. İşte o da mümkün təbii ki. Təbii ki o da mümkündür. Baxın. Buradan çəkdim. Bu diametr olduğuna görə. Axı diametr mərkəzi toxunan nədir? Diametr nə olur? Perpendikulyar olur. Düzdür? Onda bu nə? Düzbucaq təpəsini çəkilmiş hündürlük. 64 bölünsün 4 bərabər 16. Eyni şeydir, bəli. Buradan alırıq ki, nədir? Buradan Pifagorun 8 kök 5. Buradan da radius 4 kök 5, bəli. Toxunan diametrə radiusu perpendikulyardır. Bunlar ikisine toxunan xassəsidir. Toxunanlar bərabərdir. Və s. və s. Bu toxunan xassələrini tətbiq edirik. Qəşəng. Baxaq. Bucaqlar bir addən asılı olur. Gəlin bunu yazaq. 120.
Hə. Bu bir düsturu var, onu yazıq gedir. Düsturun bildiği müəllimlər. Böyük R vurulsun balaca R bərabərdir kök hatta AB nəsə belə bir şeydi. Ya mən səhv deyirəm. Hə, Yaxın, hə. yaxınlaşır. AB bərabərdir 2 vurulsun kökün altında böyük yer vurulsun kiçik yer. Hə. Və yaxud da bax bu ikisi də müəllimlər. Bax toxunma nöqtələri arasındakı məsafənin kvadratı belə yadda saxlayın. Kvadratın yaxşı daha yaxşıdır. 4 vurulsun böyük R vurulsun kiçik yer. Əgər yadınızda qalmasa, bu böyük yer. Düzdür, bura perpendikulyardır. Şəkil belə keçəcəkmirik. Daha doğrusu mən yox, onun şəkli qəşəng deyil. Toxunma nöqtəsi məndə baxın. Bu mərkəzi bunun çəkimi bu perpendikülər olmalıdır. Buradan çəkilən burada perpendikülər olmalıdır. Çünki nədir bayaq dedik ki, toxunma nöqtəsindən çəkilən radiusa diametri perpendikulyardır. İndi burada nə alırıq? Bir dənə bura böyük yer, burada kiçik yer. Düzdür? Düsturun açılışını deyirəm mən sizə. Buradan belə çəkilib bir də baxın paralel. Bura x olduğuna görə burada x'dir. Bura düz bucaqdır. Düzdür? Bəli, İndi mən bax hətta bura, bu yolla gedirəm. hə? Bu yolla Ha, gedirəm işte o, hətta. hə. Düzdür, yadınızda qalması belə gedin. Bura birisi ki 4 R plus R'dir. Düzdür? R plus R'dir. Bura isə böyük R idi. Bu da kiçik yer olduğuna görə burada kiçik yerdir. Ona bax bu qalan hissə var ya, bax bu başqa renk yazım, bunu qəşəng olsun. Seçəsiz. Bax bu hissə var ya, bax bura. Böyük R çıxılsın kiçik yerdir. Bəli, üç. Böyük R çıxılsın kiçik yerdir. Və salam x kvadratı, yəni bax bu üçbucaqdan Pifagor teoremindən. X kvadratı bərabərdir R plus R'in kvadratından çıxırıq R minus R'in kvadratı. Bax düstur yadınızda qalması bundan gedin. Burada R kvadratları gedəcək, qalacaq yenə 4R R. Və salam. X kvadratı bərabər 4R R. Yadınızda qalacaq müəllimlər. Bu qəşəng düsturdur ha. Düstur yadda qalmır, amma bu yol yaxşıdır. Yəni o forma dedim ki, yəni bədəiyyatda o şəkildə yadda saxlayın, amma yadda saxlayın ki, toxunma düzbucaq buradır. Bəzi müəllimə qarşıda burada düzbucaq yazır. Yox, toxuna. Yəni bəzən olur da, indi müəllimlərdən bəzən də olur. Bu 121 asan, toxunanın xassəsindən istifadə edəcəksiniz. Düzdür müəllimlər, bu asandır. Görün məsəl üçün bu nədir? Baxın görün müəllimlər, 120-si baxaq. Bu da maraqlı misal oxşuyur. YK'yı bizim soruşur ne? Çevrənin radiusunu soruşur. Mən izah edin, yaddan çıxmasın ona görə. Çünki belə quru-quru düstur deyəndə bəzən yaddan çıxır. Niyəsi deyəndə yadda xeyrək qalır, yaxşı qalır. Ardından nə çəkək? F-dən aşağıya hündürlük çəkdim. Hardan? F-dən? F-dən aşağıya paralel çəkdim. Daxtaq kimi çəkdik. Amma burada 5 bölünür müəllimə. Bu 5 bölünürsə, yaxşı baxaq. Davam edək.
Orada elə bil ki 90 dərəcə olduğuna görə tənbələnə 45-45 bölünüb. Hı -hı. A-da, A bucağı. Elə bil ki DA A-dırsa, onda DK da Hı A-dır. -hı. A. Yo, bu bucaqda yox, bu bucaqda yox. Bilene burada değil işte. Burada A'sı burada A'da. Onu değilsin de. Bəli, o da Burada A-dır. 45'ti zaten. Hı -hı. Sonra neyini? Bu 5 bölündü axı. Hə, AB olur 10 üstəgəl A. Kim olur? Qalan AB. Hı Radius. -hı. Bura. Hə, 10 üstəgəl A. Hı -hı. D-yi də A üstəgəl B-dir. Qalanını bilmirəm. Mən də elə buracan yazıb dayanmışam. Yok, eləmək. Kişi yol değil. Onda A-yeni birləşdirək. Bəli, A yeni birleştirme daha sərfəlidir. 5 bölünürsə o bizim işimize yaramır. Bura x deyir, bura x deyir, düzdür? Çünki 45'i daxı bayaq baxmışdıq. Hı? Aha. Bura x plus 5 deyil. Burada 10 üstə gəl x-dir. Radius daxı. Hə, Düz indi Burada onlar yapışıq bucaq var. alınır. Hə. Seçmeni yazmaq olar da bu neçədir? Hesablayarıq mənə bu asandır burdan. Baxın, neçədir x? Neçə olar görək. Başqa yolla da getmək olar bəlkə də, amma bu da olar, bilmirəm. Bu an üçün ağlıma bu gəldi. Başqa bir də getmək Yəni olar. biraz çətin yoldan mı? Çətin deyil, yəni tənlik qururuq da burada. bir dənə xətt çəkməyi bilsək, yəni asan olar əslində. Hə, Onu sağ ol. görmək lazımdır. Bu bir yoldur, düzdür? Pis də yol deyil, amma bundan daha yaxşısı varmı? Bu an üçün ağlıma gələn budur. Dərsdən tər izah eləmişim, amma onu da bilmirəm. Yəni daha doğrusu izahdan tər vermişim, onu da bilmirəm sözün açığı. Bəlkə də belə vermişim, nə bilim. Həmə o radiusa bərabər olmur axı. Niyə canım gözüm? A ilə yeni birləşdim, bu radiusdur. Yo, onu demirəm mən. Hı -hı. D-yi AB-yə bərabər olmur axı. D'yi mən demədim mi? Bura deyim, bura X x deyil yazdınız. müəllimə. Bura Bəli. x-dir, bura x plus 5 dedim mən bura. Bura x, Aha. bura da x plus 10. Başa düşdüm 45 dərəcədən. Bura 5 müəllimə, hə. 45-dən aldıq, bəli, 45-dən. Başqa nə gedə bilərdik müəllimə, tutaq ki. Orada x tapmaq var, amma başqa nə gedəmək olar? Oxşarlıqla bəlkə. Başqa. Bu 5-i bölmək istəmirəm. 5 bölünsə x kök 2. Bəlkə buradan bəlkə şeylə gedək. Yox, tənbələn bölünür. Tənbələn deyil, yox. Yox, ondan yox. Nəsə müəllimə, başqa yol ağlıma bu gəldi. Bilmirəm, izahını tər vermişim, Məncə onu da yaxşısı bilmirəm. budur. Hər dəqiqə bir üsul gəlir adamın ağlına. Oradan tər izah vermişim, amma yadımda deyil. Bunun oxşar yazıqda buna baxmayaq, düzdür? Nənəsinin oxşar deyil. Baxın, görün, biraz maraqlı misal. Məsəl üçün, burada nə görürəm? Qarşı xəttlər görürəm. Seyirli toxuna. Bura 100% 90'da bunu qeydləyək. Asan olsun sizin üçün də. Asi soruş bizdən. Asi.
Yani çevrende diyeyim şeyde tokunandır, şeyde tokunandır. Bunlar paraleldir. Çevrenin olduğu müəllim. Mesela bu çevre meseleleri biraz çok çetin olur axı. Mesela o çetin meselelerden de biri budur. Ne oldu niye müəllim? Hardan ne çekik? Bu Nəsə çetin meselesi. oxşarlıq yazırdıq biz bu tiplərdə. Şəkili yadımda qalmır. Hardan nə çəkirdik? Hardan ne çekirdik? Peki buradan böyle çeksek görün bir şey alabilirik. Ha müəllimlər? Bu da radiustur. Hı -hı. Bu da radiustur. Bu da üçlü de bura. Burada üçlü. EB niyə 3 oldu? Hə, qövsə sökəndiyi qövs. Bərabər. Yok. Hı? Orada Doğru. doğrudan niye oldu? İki Buraya ola neçə bilər, yazdım ki? özünə uyğun Yok. məsələ. Bir tane bakaq müəllimlər. Den görüm hardan ya. Bura üçlü bu heç bir nağdı üçlü. Belə bir şey Burada yazmaq olar. üçlü darıxmayın bu yani. Üçlü. Den görüm. Hardan çəksə daha yaxşı olar. Baxıram. Müəllimə, deyinən onu birləşdirsək, o da radiusdur. Sonra oradan A bucağını tapmaq olar. Buranı birleştirdim. Onu birleştirdim ama görün bir şey tapaq olur mu orada? Orada radius da 3'dür. Bu Sonra da oradan işte o. bu- Burada merkez bunu bucağı tapmaq deyirsin, değil mi? A bucağını tapıb kosinüs start yarım Biləm də, eləmək. yəni bir ilə başa düşürüm, yəni onunla tapmaq deyirsiniz və Bəli. kosinüsə ehtiyac yoxdur. Bərabər yanlış bucaq olduğunu görə bir perpendicular çəksə tapasınız. Hı. Düzdür? Mən belə düşünürəm. Deyim. Buradan belə tapmaq olar, amma daha rahat yolu bəlkə də olmamış olmaz. Toxunanlardan istifadə eləyib AT-ni məsələn bir Y qəbul eləsə, aşağında X. Yox, Toxunanın yəni, bir dənə müəllim, necə müəllimə? Gəlin belə yazaq da. Gəlin bunu belə çəkək, oxşarlıqdan istifadə edək. Elə, bura bir oldu axı, bir. Düzdür? Birin 3'ə nisbəti, 3'ün 9'a nisbət olacaq. Onda bura 6 olur mu? Hə. Başa düşdün nə deyirəm? Mən Bax, başa bu düşdüm. balaca, hə, bu üç bucaqla, bax, bu qırmızı çıxılış bucaq var, bura 1 deməlidir. Bu iki üç bucaq nədir? Bir-birinə oxşardır, axı eyni bucaqlardır. Düz bucaq, bir də alfa bucağı. Düz bucaq, bir də alfa bucağı. Onda oxşarlığa görə alfa bitişik tərəflərin nisbəti 1/3 olduğuna görə 1/3. Onda burada da 1/3 işin nisbətinin olması için bura 3'dürsə gerek bura 9 olsun. Onda burada qalır 6. Hə, onda A bütöv olacaq 12. onda D ilə B-ni də birləşdirib almaq olardı oxşar Müxtəlif üçbucaq. cür almaq olar. Bayaq dedim axı müəllimə müxtəlif cür eləmək orada. Gəlin siz dediyiniz kimi eləyək. B ilə D-ni birləşdirsək. D B ilə buradır, B-ni değil mi? birləşdirib. Aha. D hanı biz bunu? Bunu birləşdirsək müəllim B deyirsiniz. Aha. Baxım görün nə almaq olur onda. Bura düz bucaqdır, düzdür? Hı. Çünki yarım çevrə sökənirdə. Ay, sağ ol. Bura 2'nin, bura bütöv 6'dır, düzdür müəllimlər? Aha. Bura bütöv 6'dır. Yenə 2'nin 6'ya nisbəti, 3'ün 9'a nisbəti, düzdür? Hey tapırsınız müəllimə. Burada 3 olduğuna görə toplam 12. Müxtəlif getmiyor. Görsün bir-birinə bənzətdir. Sonra necə getmişsiniz müəllimə? Siz necə getmişsiniz müəllimə deyin. Hə, mən də elə getdim, prosta hesablamadım da, sadəcə ağlıma o gəldi ki, onu da birləşdirmək olardı. Hə, elə. Yəni 2'nin 6'ya nisbəti müəllimlər.
3'ün bura 9 olacaq onda. Bura 3-ün zaten elə 3 bir idi. R üstə gəl və x-a nisbəti. Belə bir şey. Niyəsə mənim də nisbətən o da ki, bundan 3 dəfə 3 dəfə kiçikdir. Onda bu da bundan 3 dəfə Bəli, kiçik olmalıdır. O şəkildə getsizdə. düzdür. Bunlar bənzər sular. Daha belki başqa sul da var yəqin ki. İnanırsınız heç bilmirəm bunu tez izah eləmişəm. İndi bir dəqiqə ağlıma gəlir onu hansı üsul ağlıma gəlir onu izah edirəm. Yenə deyirəm, çevirilər belədir ki, müəllimlər. Yəni, bu çətin deyil, amma biraz vaxt tapar, onu izahdan baxarsınız. Məsələn, buna baxaq, görüm nədir bu. Yazın görüm mənimdir. Nə pis rəqəmləri var. Uf. Murad, 12 olur bəli mənim. Hansı mənim idi? Aşır mənim. 12 tapdıq da mənim. Hər format dedik 12 tapdıq. Çevirən göndərəcəm sizə. Oradan baxanda alternativ üsullarınız daha rahat yolunuz olsa mənə deyirsiniz. Oldu müəllimlər? Mən deyə bilərsiniz müəllimə. Bax, orada yazmışsınız belə. Amma buradan bir çeşid daha qısa olardı. Olar qızlar. Hə, olar müəllimə. Olar. Ola bilər də sizin üsulunuz ola bilər. Həmin an mənim ağlıma gələn üsuldan daha qısa ola bilər. Mümkündür. Yine deyirəm, çevrədə alternativ üsullar çox olur. Biz də çalışırıq daha qısasını tapaq, nə qədər tapa biliriksə artıq. Düzdür. DC'ni verib 2, DC'ni. Buranı 2 verib. Əslində mənim ağlıma gəlir, məncə bu çətin deyil. Buradan belə çəksin, hə qızlar? Burada 90 Aha. olacaq, çünki toxunanda axı. Davamını. Müəllimə, mən gəlmişəm, hesablamada qalmışam. Elə Elə müəllimə. bir siz çəkdiyiniz kimi çəkdim. Sonra O-dan da o 2 O'dan olan. yer, Hə, bura çəkdim. bəli, bir də yuxarıya çəkdim. O-dan Ay, elə bir sağ 2 ol. olan hissəyə. Ay, sağ ol. Fəqora Qəşəng. gəldim, çıxdım da elə bir Ay, sağ ol. error Qəşəng, oldu. bəli. Baba, bura er, düzdür, bura 2 er. O-dan Bura, da bir dənə bura deyim. er, bura nədir? 30. Düzdür. Siz Pifagor Yox, gəlmişsiniz, ona görə yolunuz getmişsiniz. hə, bəli. 30 deyə bilmərəm, niyə? Yox, müəllimim. Mən 30 yazmadım. Elə bil ki, Bilirəm, yazdım. başa O düşdüm. Mən tərəfə bildim ki, 2 çıxır yazmışsınız bura. bəli, bəli. O da mümkündür. İndi bura 30, bura 60, onda bura er kök 3, düzdür müəllimlər? Bəli. Aha. Bura bayaq 2, həm bura er idi axı. Bura həm də 2 çıx er idi. Müəllimə yazdığı kimi yazsaq bura. Bura həm də 2 çıx erdir. Deməli 2 çıx erlə er kök 3 bir-birinə bərabərdir. Buradan ki er bərabər, bu keçir sağa, 2 bölünsün kök 3 üstə gəl 1. Qoşmasını da vursaq, nə alarıq qoşmasına vursaq? Aşağıda 2 alınacaq. Kök 3 çıx 1 alınacaq. Hə, y alınacaq. Bəli. Bildiniz müəllimə? Qəşəng gəlmişsiniz, amma 30 orada ola bilsin. O da Bəli, mümkün də. bildim. Mən Ondan da yaza 30-u bilərsiniz. görmədim. Hə, olsun. Nə deməm, yenə də alacaqsınız. Prost diskrimindən alacaqsınız da. 30-u görməyə bilərsiniz, problemi yoxdur. Amma diskrimindən alacaqsınız. Qəşəng getmişsiniz, bəli.
Başqa gedib belə gedən vardı müəllimlər. Mən də Bəli, keşke müəllim. belə yazmışdım. Mən də belə getmişdim, amma 30 hələ Öyle. tapamamışdım. Eyni Hesabla. belə yazdı. Bu rəqəmlər məni dəli elədi. O Hə. rəqəm. Zaten buradan görünür də rəqəmləri, bunun başı başının rəqəmlərini. Mən baxım görüm burada nə görürəm. 140. Vaxt uçur. Elə gedir, qaça. 3-5 məsələ yazsın, bir də görsün, bax, getdi. Aranızda müəllim işləyən var. Mən xeyr. Xeyr, işte, yoxdur məncə. Müqavilə ilə falan işləyən var aranız kimsə? Yox, mən laborant işləyirəm. Yox, hamı Hə. işsizlərdir. Laborant hökmən müəllim olmaq lazımdır. Bəli. Hökmən laborant nədir? Ah, Heç yoxdan yaxşıdır da bizdən yaxşıdır. Müvəqqəti olaraq qəbul edilmirlər. O var. Müvəqqəti belədir. Göz yummaq olar, bir gözün yumursan, bir gözünün baxırsa. Bir riyaziyyat müəllimi kimi laborant çox ağır gəlir düzə. Ay, sağ ol, bax, ay, sağ ol. Əlbəttə ki, o baxımdan deyirəm, amma müvəqqəti işləmək üçün olar. 5 olmadı, ayaqqabı pulunu çıxartmaq üçün. Bəli. Evin yanında olduğu üçün həm də sərf eləyir. Ay, sağ ol, bənə, hə. İş yerinin evin yanında olmaq çox gözəldir. Bəli. Düz elə binamızın qabağındadır. Maşallah, super. Mənimki də yaxında, Allah'a şükür. Görürsün, dərsin keçirəm. Cəmaat Mənim avtobusa yol gələndə, mən burada dərs keçirəm. Keçirim birdən 7-8 dəqiqəlik yolda gedəcəm işə. Özəl kursda işləyirsiniz yoxsa məktəbdə? Məktəbdə. Lap yaxşı. Evimin düz yanında. Nə qəşəng, Allah. Allah sizə nəsib eləsin. Sağ Sağ olun. əliniz başımıza. Amin. İnşallah. Yazdıq müəllimlər, ala bilmirik. Məməbon düsturu var. Yox, mən bunun düsturu tanımıram. Yalan nə deyim sizə? Mən həmişə Yalan bunu deyim, ay saxladım. bunun düsturu var. Alınmır məndə. Müəllimə, mən bir Hə. yerə qədər gəlmişəm, amma arxası getmir. Hara qədər gəlmişsiniz müəllim? Elə bir 90 dərəcə deyir o. Bura Bunun 90, qövsü olur ha. 90 dərəcə. Hı. Sonra D-dən B-yə bir xətt çəkirəm. Məsələn, D-dən- elə bil D-dən- ki, bunu çevrəyə tamamlamalıyıq məncə. D'dən B'yə çekirik canım gözüm. Bəli. Ay, sağ ol, qəşəng, super, sonra. Aha. Amma Əla. sonrası qalır. Niyə? Bax, orada bax, niyə? Bax, əsas yerin gəlmişidir. Bu bucaq neçə dərəcədir? Kim deyər? Bax, bu bucaq. Bütöv D bucağı. Neçə dərəcədir? Bir dəqiqə. Aha. 35, 100. 135. Niyə? Çünki bura 270 daxı. Hə, 100. Mərkəzi bütöv 270 olduğunu görə yarısı olacaq 135. Onda bura olur, əsas yerin gəlmişidir. Bura 100-dürsə, burada 35 olur. Düzdür qızlar? Bərabər yan olduğunu görə burada 35. Cibdə var mı? 70. Bura olacaq 110. Oradan da 110. 110. Aferin müəllimə. Adınız neydi? Salə. Salə müəllimiyə bir kalbimizi verək. Çünki əsas o xətt çəkmək idi, bəli. Və bir də nə edim müəllimlər? Müəllimə, Öyrəndik ki, 35 cibli alındı, mənə çatmadı. bax müəllimə baxın. Bunları unudaq, boş verin bax buranı, qobunun rəngini çəkim. Baxın müəllimə. Buranı unudaq. Çox unutdum deyəsən. Baxın. Buranı yox sayın müəllimə. Buradan belə çəkirəm, baxın. Bax belə. Aha. Bunun təpə nöqtəsi çevrənin üstündədir. Bax, bu bizim çevrəmizdir, baxın. Daxilə çəkilmiş bucaq. Bura çevrəsi. 90-dır. Söykən, bax, mərkəzi bucaq nə qədərdir müəllimə? 270-dir mi? Aha. Yəni söykəndiyi qövs 270-dir də, bunu belə başa düşsək. Bəli. Söykəndiyi qövs 270-dirsə, bu da daxil çəkilmiş bucaqdadır. Daxil çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabər olmur müəllimə. Ha, aydındır. Onda bu 135. Və ondan çox istifadə edirik. Çox sağ ol. İlərdə məsələləri çox istifadə edəcəksiniz ondan. Qəşəng. Əsas onu birləşdirməkdir müəllimlər. Onu birləşdirmişdim müəllimə. Sonra baxaq. Məsələn, bu oxşarıq olacaq bu heç. Düzdür müəllimlər, bu oxşarıqdır.
Buradan belə çəkəcəksiniz, buradan radiusu bir Aha, günlük bəli. oxşar görəcəksiniz. 30-dan da istifadə edəcəksiniz. Gəlin buradan baxın görün nədir. 142. Təzə bir şeylər öyrəndiyik və müəllimlər. Mənə onu deyin, bir zəhmət olmasa. Təzə Bəli, bir şeylər müəllimə. deyin. Sağ ol. Bəli, çox sağ olun. Çox gözəl müəllimlər. 142. Bura nə yapıb 90'da bunu qeyd edək. Müəllimə deyirsiniz. Nefis maşallah. Sağ mənim buna yazmışsınız da deyin elə. Hə, bəli. Hı-hı. Məncə rahatdır, elə çətin deyil. Məncə də çox asandır. Asandır. Toxunanın xassəsini istifadə edək. Hansı Bəli. xassəsindən? Elə bil ki, Toxunanlar o bərabərdir. Pitagordan 15 olursa, x Ay, ya küncə yazdım, 15 çıx x vura. O kvadratın da düzbucaqlıdır da. 9 çıx x-la. 9 Qəşəng. üstə gəl x-la bərabər elədim 15 çıx x-a. Ay, sağ ol. Ha, oradan da Bax, x bura üstə mən, bax müəllimlər çox vaxt getmir çünki sayılır. Bax bu toxunan bax bura neçədir? 12. Düzdür? Bəli. Bura 12'dir. A- Bura A- toplam yedi- neçədir? 9 üstə gəl x-dir. Onda bura 9 üstə gəl x-dir. Onda bax bura qədər bura 9 üstə gəl x-dir. Düzdür? Bura x-dirsə, bura da x-dir. Müəllimə yazınıza bənzəməyə bilər, amma bura toplam oldu neçə? 9 üstə gəl 2x. Hə, 15-ə bərabər. Burada bərabərdə 15'e. Düzbucağa görə də düzdür. 9, 12, 15 deyil müəllimlər. Evet. Buradan alaq ki, 9 üstə gəl 2x 15'dirsə, x də 3'dür. Aferin 3 yazanlara. De yazanlara. Ay, sağ ol, maşallah. Bu asan idi, düzdür. İndi biraz kiçik bir fərqlər olsa da asandır. Toxunan xassəsini istifadə edirik. Baxaq. Gəlin buna baxaq. Acayip bir şəkili var. Gözləyək. Y2'ni soruşub bizdən x. Qızlar, bu asan görün, asandır deyə düşünürəm. Amma yəqin görə bilmədisən. Gəlin çox vaxt aparmayaq mən izah edeyim. Çünki bunu görməz, o dəqiq görmədiksə olmayacaq. Müəllimə, G-dən O-ya elə bir radius Heç nə çəkməyək çəkirsə, canım, yox, toxunmayaq, heç nə çəkməyək. Bax, izah edirəm, baxın müəllimə. Bura 2 Müəllim, canım, burada 2 deyir, düzdür? bunlar Bəli. hamısı toxunanlardır. Burada 2 deyir, bəli, burada 2 deyir. Bunlar cibdə. Bunlar 4-dürsə, burada 4-dür, burada 4-dür. Bəli. Düzdür? Bəli. Daha sonra nə edirik? Burada 4 üstə gəl x deyir. Bu eyni oldu, bu heç. Yəni bunu, burası bir dənə bunu tapa bilsək. Burada 4, burada 4. Hə, bax, buradan sonra nağaraq. YC niyə 4 oldu ki, müəllimə? Nə?
YC niye 4 oldu ki? CB aydın məsələdir ki 4'tü. Bəs YC necə 4 oldu? Bak burada diyor ki bu S merkezli çevrədir müəllimə. Çevrenin radyusları beraber daxil. Başa düşdüm. Aha. Şimdi bəs sonra daha sonra neyniyək? Toxunanın karşısını istifadə etsək. O'dan C'yə xətt çəksək. O ilə O, C məncə birləşdirsək alınır. işte oradan alınır. Ay sağ ol, belə. O, bəli. İndi 2-dən orada radiusların cəmləri 2-dən 4. Bura oldu O cəmsi 6. olur. Bəli. Ora 6, bura 2. Bəli, все. Orada da x üstəgəl 4. Hə, Bəli. Pifaqor. Bəli, almaq olur. Hı hı. İkinci, əla. Başqa təliq vardı, bilmirəm, yadımdan çıxdı. Elə Ağlıma bu ya. gəlmədi daha doğrusu. Ağlıma bu an gəlmədi, yəni oradan təliqim bilmirəm ha. Başqa təbii ki bildim şimdi, nə bilim. Mən belə yazdım. Hı. Mən də belə gedirdim. Hesablamanı ama ala bilmədim. Hesablamalar elə Bura aşağıda 2, yenə bura 6. böyük. 2, 6. Gəlin bunu bölümləyə 2-yə. Sonra 2-yə vuraram. Bura 3, bura 1, bura 3. Düzdür? Neyse. Fəqorun tapın buranı. Ha. Neçə oldu bura? 8, eləmin? 8 oldu, düzdür müəllimlər? 9 çıx, 1 də 8. 8, 2-yə bölmüşdüm, Bəli. 2-yə vurdum, 16. Bəli. Ha, Evet, 2 yok, kök 2 çıkarsam. yok, 9 çıx 1. Yok, 2 kök 2 değil müəllimlər. 2-yə vurdum, 4 kök 2, özüm saçdım 2 kök idi, 8 kök 6, 8'di yəni. 2 kök 2 idi, 2'ye vurdum, 4 kök 2 və salam. X də gəl 4 bərabər 4 kök 2. Başa düşdük müəllimlər? Bəli. Buradan da x bərabər 4, 2 kök 2 çıx 1. Görmanız hansı variant? Ha, D D variantı. variant. D variant. Aslında yolunu hesablamanın yolunu gelirim, değil mi müəllimlər? Düzdür? Başa düşdük də müəllimlər yerinə dediyimi? İkiyə Bəli. bölüb eləməkdənsə elə normal eləsək yaxşıdır, belə səhv eləyərik birdən. Niyə? 2'ye bölürük. Niyə səhv Tamam. edirsiz? 2'ye Yəni bölünən bura olur farklı nə? olur. Bura 3, bura 1, bura kök 2 kök 2. 2'ye vurmalıyam, oldu 4 kök 2. Nə var ki? O verdi işte müəllimə, nə var ki orada? Heç vaxt Necə istifadə istəyirəm? eləməmişəm bir belə yolu ona görə. Hə, ona görə də, eləməmişsə ona görə. Bu eləyəndə verdi işte müəllimə. Amma geri yazısı da mənə kimi şifayə edilməyib. Şifayə yazını mən göstərəm və səhv eləmişdim, sonra düzəltdik. Bunu da bana da baxaq 144. Dediğim gibi misalların burada hamısı demək olar ki çətindir. Mən öyle həmişə mən yadınızda qalsın. Bir şey diyeyim ki, bax. Sirlər həmçinin toxunanda toxunma nöqtəsinin mərkəzi birləşdirir çox vaxt. Mən onu həmişə vurğulayıram. Yadınızda qalsın. Bəzən düşməyəm, yadımdan çıxır. Amma çevrələr toxunan daxildən və yaxud da xaricdən mərkəzlərlə birləşdirin toxunma nöqtəsini. Məsələmizin həllini çox istifadə edirik ondan. Müəllimə aşağıdakı məsələnin şərtini görə bilərik. Hə. Elə bildim görünür. Deyəsin bir ipucu verdim oradan sizə. Tutan. Kim tutdusa Y-mi birləşdiririk. gözəlim mənim. Bayaq dedim, baxın toxunma nöqtəsi mərkəzlər Həm toxunma nöqtələri bərabərdir. birləşdirik. Bunlar üçün bütün xətt əsərini yerləşdirmişik. Bayaq bir ipucu vermişdim. Düzdür? Yuxarıdan ipucu verdim ki, aşağıdan istifadə edilsin ondan. Belə olanda asan olur. AB 6'dır.
M-dən çevrəyə qədər də 4-dür. Onda o balaca hissə olur. R çıx 8. Hardan hara gedir müəllimə? Yox, dəqiqə. BM-i verib 4, AB-ni verib 6. Düzdür? Bu görün bura mərkəzdir. Hələ bir onu baxım, mərkəz. Bu oydu müəllimlər. Bəli. Hə, o da düzdür. Dedim burada səhv gedirəm. O mərkəz. Daha sonra baxaq. Yəni bir A-dan O-ya böyük R-dir də. Onda B-dən O-ya R çıxılsın 6 qalır. Bəli. Sonra A-dan O-ya da Bura düz bucaq olur, niyə toxunandır? O A-dan O-ya da bütöv R-dir də. Orada 4 4 8-dirsə, o lap balaca hissə də olur. R çıxılsın 8. Pifaqordan almaq olar. 8 arada edici müəllimə. O 4 4 də elə bir bütöv çevrə, balaca çevrənin diametri. Bura 4-dür. Aşağıda 4 8. Yox, bura onun diametri deyil axı müəllimə. Yox, Aşağı radius dört deyil axı. M-dən Buradan çevrəyə. buracın radius deyil axı müəllimə. Çevrədən çıxıb. Çevrəyə qədər. Yox, M-dən Bax, burası çevrəyə qədər. 4-dür. Hə, bəli, oranı deyirəm. Hə, orada Hə. böyük R-dirsə, o balaca hissə olur, R çıxılsın 8. O Yox, yerə gedə, yerə getməyəcək, yerə getməyəcək. Yerə gedə bilərsən, amma yerə getməyək. Gəlin baxaq. Pifaqora Bura gəlir. 4-dür. Aysə, bura neçədir? Baxın, bura mən x desəm. Bura bütöv 6 üstə gəl x axı. Hə, o da yarısı olur. Onda, bu da bütöv 6 üstə gəl x-dir. 6 üstə gəl x-dən 4-ə çıxsam, 2 üstə gəl x edir, düzdür? X üstə gəl 2. Orada 8 x biraz böyük rəqəm alınırdı, istəmirəm ilanız. Pifaqorun tapaq oradan x-i. 4x bərabər 16 edir deyəsinlər. Yaxşı, şifahi hesablamıyor. Şifahi hesablayanda alındıra bilmirəm. X plus 2-nin kvadratı çıx x kvadratı bərabər 16. Burada x kvadratlar gedəcək 4x plus 4 bərabər 16. X bərabər 3 ilə mənimdir. Bəli. X 3. Bura 3. Bura 3. 6. Bura bütöv neçədir? 9 olduğunu görə radius. Qızlar, bura 9 olduğuna görə. Bura 9 olacaqmı? Olacaq. İndi Onda B-yi 12 bütöv nə qədərdir? B-yi. 12. Onda bu da bir- toxunanda, bu da eyni toxunan olduğuna görə bu da 12. Hə, biraz görmək çətindir. İlk olaraq görmemiz olan şey müəllimlər, burada qalanlar asan deyil. İlk olaraq görə bilmemiz olan şey bilsin nədir? Bax, deyirəm, toxunma nöqtələri, mərkəzlər. Bunları birləşdiririk. Bunu görmək bir lazımdır. Bir də toxunan perpendikulär olduğunu bilirik. Vəssalam. Yerdə qalanını ala bilirsiniz müəllimlər. Müəllimə yazdığı kimi də olar. Amma orada 8 alındığına görə artıq orada nədir? Qəşəng rəqəm alınmır. 8 böyüyə də daxı. Baxın görün başqa nə var? Çox şey var. Şəkil görünən olsun da yaxşı bunu görün. Son olaraq bunu da yazıq müəllimə. Mən getməliyəm çünki. Bu deyəsən 40'dır. Her şekilde zaten var. Müəllimə, sabaha dörd bucaqları götürək. Dördbucaqlı çətin mövzudur ha. Müge girişdən oradan Hə. təkrar edək. Müge girişdən yazsanız polunu bəs. Çünki o Bəli. çətin mövzu, oradakı məsələlər çətin məsələlərdir. Əsas da trapesiya. Onun da çətinlik. Deməli, onun videosunu çəkmişəm, çəkik. Düz 3 saat. 2 saat 59 dəqiqədə. Özəl ha vaxt o
dərslərin, hər şeyin qarşısın vaxtı da. Məcbur sevmişim ki, müəllimlərimə göndərim də. Çəkirəm, video yükləmək istəyirəm, görürüm ki, səssiz imiş akasiya videom. Təsəvvür edin, hər dəqiqənin qızıl kimi qiymətli olduğu bir vaxtda 3 saatim boşa getdi mənim. Hayda. Təsəvvür o qədər mən o həmin andakı mənim psixoloji vəziyyətimi düşünün. Təsəvvür elədim. 3 saata yaxında 2 saat 59 dəqiqə. Normal olur. Təsəvvürün durmadan məsələlər həll etmək asan deyil, axı çətin düzdür. Tembolu miqaqirişdəki məsələlər çətindir. Emoşiya məsələlər zaten çətindir, onu demək istəyirəm. Əsas da yüzdən Onun hamısını 3 saata yaxın fikirləşik yazmaq, həm danış, izah edə, həm yaz. Yüklə, gör ki, səs yoxdur. Yadına çıxır, mikrofon qapalı qalıb elə. Hardan neçə qeyb müəllimlər? Qızlar? Hardan Hardan nə Y-yə çəkək? seçmək olar. Hardan? O'dan Y-yə. Yox, o bizə sərf eləməyəcək. Yuxarıya yazdım 10. Bura yazdım 10. Ay, sağ ol, qəşəng. Sonra orada bir trapesiya görürəm. C'dən də yuxarı çəkək. Perpendikulyar. Sağdan? C-dən. Qəşəng. Trapesiya o da hündürlük. Düzbucaqlıdaq, bura düzbucaq, düzdür? Düzbucaq Hə, trapesiyadır da onda bura. ora Bura D, 8, bura 6. ora 6. 6. Haydi, bir də bunu da tapa bilsək qəşəng olar, düzdür? Nətər tapaq onu da? 30, 40, SB 50-dir. Bəli, şeydə 50-dir. Gəlin buradan beri çəkək də qızlar. Bayaq nə demişdim? Demişdik ki, nədir? Bax, bu bucaq neçə dərəcədir müəllimlər? Neçədir bu bucaq, Y bucağı? 170, 135. 135 demişdim mi? Bəli, demişdim. Bəli. 90 buradadırsa, burada nə qalır? 45. Onda burada 45. Onda burada 8 oldu mu qızlar? Bəli. Onda burada 42 qalır mı? Onda burada 42 olur mu? Bəli. Bu da olur 48. Təbrik edək bir-birimizi. Yaxşı müəllimlər, sağ olun. Görüşərik inşallah. Görüşmək üzrə. Ayrılmalıyıq. İnşallah. Akşama kadar Bax, niyyət eləmirəm. Çünki niyyət eləyəndə Niyyət eləmən kimləsin? söhbət edirəm, Sağ olun. bilmirəm. Baxar. Məmə çox xahiş edirik. Açın da çox Yaxşı, maraqlı olur. yaxşı. İnarsın, dünən neçə gün mənim dalbada qonağım gəldi. Dünən qəfildən bir də görürəm ki, maşallah, hamısı yığış gəlib. Da məcburi təsəvvür edin ki, Müəllimə, qonaqlara deyin ki, ilin bu günündə qonaq gələrlər, miqə az qalıb. yaydı da, istəsin hamı harası getmək istəyir. Bilirəm, müəllimə. İndi onlar nə bilir ki, mən belə biraz üzrxahlıq edib bir saat yarım icazə alıb dərsimi keçmişəm, o bir dərsimdə canlıya deyə bilmədim ki, canlı da açacağım, deyəcək olmadı, üzüm gəlmədi. Sizin dərsləriniz o qədər maraqlıdır ki, inan vaxt necə keçmir bilmirəm. Heç inansın, mənim özüm də başımda da görüb saat neçə oldu ki. Yaxşı müəllimə, sağ olun, təşəkkür edirəm, hər birinizə sağ olun, görüşərik inşallah. Sağ olun. Niyyət eləmirəm, söhbət edirəm, bəlkə axşam canlaşdım. Sağ olun. Ümumi təkrar deyərik oradan da.